Salam, bugünkü mövzumuz adalar. Hər tərəfi su ilə əhatə olunan kiçik quru parçasına ada deyilir. Adalar mənşəyinə görə 3 qrupa bölünür. Materik mənşəli adalar, vulkanik və mərcan mənşəli adalar. Materik mənşəli adalar geoloji keçmişdə materikin bir hissəsi olmuş, tektonik hərəkətlər nəticəsində ərazinin bir hissəsi enərək su altında qalmış, dəniz səviyyəsindən yuxarıda qalan hissə quruya, adaya çevrilmişdir. Ən böyük ada Qrenlandiya adasıdır. İki işıqlanma qurşağında yerləşir, qütb işıqlanma və mülayim işıqlanma qurşağında. Danimarkanın müstəmləkəsidir, yəni Danimarkanın ərazisidir. Vulkanik mənşəli adalar isə həm konvergent, həm də divergent sahədə yerləşirlər. Ən böyük vulkanik ada isə İslandiya adasıdır. Mülayim işıqlanma qurşağında yerləşir. Qütb dairə xətti kəsmir. Mərcan mənşəli adalar isə mərcan poliplərinin qalaqlanması nəticəsində formalaşır. Əsasən tropik enliklər arasında yerləşirlər. Bunlara misal olaraq isə Maldiv adalarını, Lakkotiv, Seyşel adaları, Böyük Sədrifini misal çəkə bilərik. Adaları materikin kənarında yerləşməsinə görə saat əqrəbi istiqamətində adlandıraraq qeyd edək. Aralıq dənizi sahilində Avropa qitəsində yerləşən adalar. Kipr adası 3 dövlətə məxsusdur. Türkiyə, Şimali Kipr və Yunanistan. Krit adası, həmçinin Rodos adası Yunanistan ərazisinə daxildir. Siciliya və Sardiniya adaları İtaliyanın ərazisinə. Korsika Fransanın. Balear adaları İspaniyanın. Bundan əlavə, Kanar adaları da İspaniyanın ərazisinə daxildir. Portuqaliyanın ərazisinə daxil olan Azor adası divergent sahədə yerləşən və Madeira adası da Portuqaliyanın ərazisinə daxildir. İrlandiya adası 2 dövlət yerləşir. İrlandiya və Böyük Britaniya. Böyük Britaniya adası Farer adaları Danimarkanın ərazisinə daxildir. Jan Mayen adası və Spitsbergen adası Norveçin ərazisinə daxildir. Şimal Buzlu Okeanda yerləşən digər adalar isə Rusiyanın ərazisinə daxil edəcək. Frans İosif adası, Novaya Zemlya adası, Severnaya Zemlya və yaxud da Şimal torpağı, Novosibir adası, burada Anjou torpağında qeyd edə bilərik. Vrangel adası. Vrangel adası 180 dərəcəli meridian kəsdiyinə görə şərqi qərbdə, qərbi şərqdə yerləşən adadır. Həmçinin də deməli 3 yarımkürədə yerləşir. Şimalda göstərdiyimiz adalar qütb işıqlanma qurşağında yerləşir. Cənuba doğru gəldikdə Müqəddəs Lavrenti adası Amerika Birləşmiş Ştatlarının ərazisinə daxildir. Komondor adası Rusiya ərazisinə daxildir. Artıq deməli Komondor və Müqəddəs Lavrenti mülayim işıqlanma qurşağında yerləşir. Aleut adaları Amerika Birləşmiş Ştatlarının ərazisinə daxildir. Kuril adaları Rusiyanın vulkanik mənşəli adadır. Saxalin Rusiya ərazisinə. Yapon arxipelaqı. Arxipelag eyni mənşəyə malik, bir-birinə yaxın yerləşən adalar qrupuna deyirik. Yapon arxipelaqında deməli 4 böyük adanın adını qeyd edəcəyik. Şimalda Hokkaido, Honshu, Shikoku və Kyushu adası. Yəni bunu ən yaxşı Hokkaido hoqqalanır daha yuxarıda, Kyushu isə küsüb aşağıda dayanır. Bu şəkildə yadımızda saxlaya bilərik. Daha sonra deməli həmçinin Hokkaido özü də mülayim işıqlanma qurşağında yerləşir. Tayvan adası tropik xətti kəsdiyinə görə 2 işıqlanma qurşağında yerləşir və Çinin ərazisinə daxildir. Hainan adası tropik işıqlanma qurşağında yerləşir. Daha sonra Filippin arxipelaqı əsas 2 böyük adanın adını qeyd edəcəyik. Luzon və Mindanao adası.
Bundan başqa Malay arxipelaqı, həmçinin onun tərkibinə daxil olan Böyük Zond adaları, Böyük Zond adalarında Sumatra, Yava, Kalimantan, Sulawesi adası, bunlar hər birisi deməli tropik işıqlama qurşağında yerləşir. Sonra Timor adası, iki dövlət yerləşir, Şərqi Timor və İndoneziya. Deməli Yeni Qvineya adası, Papua Yeni Qvineya dövləti və İndoneziyanın ərazisinə daxildir. İndoneziyada deməli arxipelaqların sayına görə seçilən ölkədir. Andaman adaları Hindistan ərazisinə daxildir, vulkanik adadır. Qeyd etdiyimiz kimi Maldiv adaları, Lakotiv adası, daha sonra Kokos adası mərcan mənşəli adalardır. Afrika deməli ərazisinə daxil olan, Afrika materikinə daxil olan adalardan isə biz demək Sokotra adasını baxmayaraq ki, Yemənin ərazisinə daxildir. Daha sonra Seyşel adaları, Zənzibar adası, Qəmər və yaxud da Komor adası, Madagaskar adası Afrikanın materik mənşəli ən böyük adası hesab olunur. Bundan sonra Maskarin adası deməli qeyd edə bilərəm. Kerguelen adası isə Fransanın ərazisinə daxildir. Atlantik okeanda divergent sahədə yerləşən Britaniyanın müstəmləkəsi olan ərazilər isə deməli Tristan da Cunha mülayim işıqlanma qurşağında, Müqəddəs Yelena tropik işıqlanma qurşağında yerləşir. Həmçinin Falkland adası Cənubi Amerika materikin sahilində yerləşən Falkland ikinci adı Malvin adasıdır. Böyük Britaniyaya məxsusdur. Cənubi Amerikanın cənubunda yerləşən odlu torpaq adası deməli iki dövlətə məxsusdur. Argentina və Çili. Bundan başqa Pasxa adası divergent sahədə yerləşir və Sakit Okeanla deməli Nazca litosfer talalarının divergent sahəsində ayrılmasındadır. Çilinin ərazisinə daxildir. Üçü deməli yarımkürədə yerləşən Galapagos adası və yaxud da Tisbağa adası deməli Ekvadorun ərazisinə daxildir. Şimali Amerika ilə Cənubi Amerikanın arasında konvergent sahədə yerləşən bir sıra adalar var ki, bunlardan Böyük Antil adalarının adlarını qeyd edək. Kuba bir dövlət yerləşir, Haiti iki dövlət, Dominikan və Haiti dövləti, Yamayka yenə bir dövlət və Puerto Rico. Bunlar Böyük Antil adalarına aiddir və konvergent sahədə yerləşir. Həmçinin də deməli tropik işıqlama qurşağında yerləşir. Baham adaları tropik xətti kəsdiyinə görə iki işıqlama qurşağında yerləşir, mülayim və tropik işıqlama qurşağında. Bermud adasının da adını qeyd edək. Daha sonra Newfoundland adası Kanadaya məxsusdur, mülayim işıqlama qurşağında yerləşir. Kanadaya məxsus digər adanın adını qeyd edək. Vancouver adası deməli Kanadaya aiddir və Vrangel adasına bəzən uşaqlar bunu oxşadır. V-dan sonra A varsa Kanadaya aiddir. V-dan sonra R varsa Rusiya ərazisinə aid edə biləcək Vrangel yəni adasına. Daha sonra Kanada Arktika arxipelaqını daha böyük ərazini əhatə edir və deməli burada Baffin, Devon, Ellesmere, B, D, E kimi yadınızda saxlaya bilərsiniz. Daha sonra digər Victoria adası, Banks adası. Bir də Parry arxipelaqı bu ərazidə yerləşir. Yəni bu arxipelaqda yerləşir. Yeni Zelandiya dövləti isə Sakit Okeanda yerləşir, iki müstəqil adadan ibarətdir. Bunu kimi biz Novaya Zemlya adasında bundan oxşar xüsusiyyətlərə malikdir və həmçinin deməli mülayim işıqlanma qurşağında yerləşir, yəni tropik xəttindən aşağıdadır. Tropik xəttinin kəsdiyi iki işıqlanma qurşağında yerləşən və orta illik maksimum yağıntının da düşdüyü Havay adaları Amerika Birləşmiş Ştatlarına aid olan deməli Havay adaları Mauna Kea vulkanı nisbətli ən yüksək olan deməli vulkanik adanın olduğu ərazi qeyd edə bilərik. Adalar mövzumuz bu qədər. Sağ olun.